Rövşən bəy, 32 kitabınız var və müşahidələrim əsasında deyə bilərəm ki, Rövşən Abdulluoğluna cəmiyyətdə, kitab sevərlər arasında, kitabçılar arasında, yazarlar, yazıçılar arasında yanaşma bir mənalı deyil. Bu əsərləri özü yazmır deyənlər də var, yazdığı ciddi ədəbiyyat deyil deyənlər də var. Siz də yəqin ki, vaxtaşırı olaraq həmin o fikirlərlə qarşılaşırsınız. Mən istərdim həmin o fikirlərə sizin münasibətinizi alaq. Niyə bu fikir formalaşır və siz ona necə yanaşırsınız? Öncə bir məsələni istəyirəm diqqətə çatdırım. Bu cür fikirləri deyənlərin demək olar ki, 99% əsərlərimizi oxumayıblar. Mən bunlarla verilişlərdə də qarşılaşıram, nə bilim hansısa tədbirlərdə də qarşılaşıram və baxıb görürəm ki, yəni ümumiyyətlə kitabların barəsində adamların məlumatı yoxdur. Bayaqları danışdığımız o qısqanclıq, bütün o əvvəl gəldiyim qərarı hər hansı bir formada isbat eləməyə cəhdi, bütün o məsələlər ona qayıdır. Biri ilə bir verilişdəyəm, canlı yayım gedir. Orada nəsə aparıcı bizim əsərlərdən danışdı, nailiyyətlərdən danışdı. Bu adam da qayıtdı, dedi ki, yoxdur, onun əsərləri belədir, elədir, ciddi ədəbiyyat deyil, o ciddi mövzulara toxunmur, səthi mövzulardır. Mən də oradayam, yəni canlı yayımdır, orada belə bir söz dedi. Sonra mən qayıtdım, dedim ki, nəsə heç nə dediyi fikrini bitirdi. Ondan sonra heç buna belə bir etiraz eləmədən başladım kitablarım mövzusu barəsində məlumat verməyə. Dedim, bu qədər əsərlərim var, mən işlədiyim mövzulardan, məsələn, dedim, nəfsi təskiyin elmi əsasları, bu irfan və fəlsəfə mövzularından yazmışam, Hikmətin əvvəli bir əsərim var. Bu Şərq fəlsəfəsi əsasında yazdığım bir əsərdir. Bu fəlsəfi dərsliyə mən şərh vermişəm. Sonra dedim, İşarat və Tənbihat əsərini yazmışam. Bu İbn Sinanın ömrünün sonunda işlədiyi bir əsərdir. Mən ona tərcümə həm də şərh vermişəm. Sonra dedim, mən psixoloji kitablardan əsərlərim bunlardır. Bunlardır mövzularından danışdım. Emosiyalar psixologiyasından hansı əsərləri yazmışam, hansı qaydaları tətbiq eləmişəm. Gestalt terapiya əsasında yazdığım əsərlərdən yazdım. Başladım belə bir əsərlərimi yazmağa. Sonra bədii romanlarımı başladım izah eləməyə ki, orada mən hansı psixoloji, fəlsəfi, sosial psixoloji mövzuları qabartmışam. Ekzistensial ədəbiyyat janrında olan əsərlərimdən danışdım. Bu şəhərdə kimsə yoxdur, reyslər üzərində uzanmış adam. Çünki orada ekzistensial ədəbiyyatın mövzularını ənənəvi yanaşmadan tamam fərqli kontekstdə mən izah eləmişəm. Nəsə bu izahları verdim və izahları verəndən sonra həmən adam birbaşa verilişdə etiraf elədi, dedi, mən bilmirdim siz bu mövzularda əsərlər qələmə almışsınız, mən sizi elə bildim səthi əsərlər qələmə alırsınız, qeyri-ciddi ədəbiyyatda yazırsınız. Niyə bu fikir səslənir? Yəni, bu qayda bu cürdür və bu iradıların kökü də budur. Əsərləri oxumayıblar, çünki sən bir əsəri oxusan, bir adam 32 dənə əsər yazıb, ölkədə ən çox satılan müəlliflərdəndir. İmza mərasimində görürsən nə qədər auditoriyası var. Biz keçən il Expo Beynəlxalq Kitab sərgisində 2000-ə yaxın bizim orada kitab imzaladıq. Bir günə müəllif bu qədər kitab imzalayırsa, bu qədər auditoriyası varsa və bu qədər kütləni, hansı ki içində onun müəllimi var, məktəb müdürləri var, professorları var, onların içində nə bilim dosentləri var, tələbələr var, fərqli yaş kateqoriyasında fərqli peşələrdə olan insanlar var. Bir müəllif bunları qane eləyə bilibsə, deməli bunun əsərində nəsə bir şey var ki, qane eləyir. Yəni bir var ki, bunun oxucusu yoxdur və yaxud da oxucusu çoxdur. Hamısı yeniyetmədir, hamısı məktəblidir və yaxud da ki, bəlli bir kateqoriyalı insanlardır. Sən deyə bilərsən ki, bu uşaqdır, bunlar başa düşmür, yeniyetmələrdir, bunları ancaq eşq, məhəbbət, nəsə bu tip mövzulardan yazıb bunları bir təri tovlayır və əsərlərinə məzmun yoxdur, ancaq bunları cəlb edib. Bunlar içərisində əksər oxucular ziyalılardır, universitetlərdə böyük kütlələr tərəfindən oxunulur, müəllimlər və ilaxır, müxtəlif peşə sahibləri var, nə bilim, hərbiçilər var və ilaxır, həkimlər nə qədər var, dövlət qulluğunda olan insanlar var. Bu qədər fərqli insanları, bu qədər düşünən şəxsləri qane edən bir müəllif, məlumdur ki, bunun əsəri məzmun olaraq nəsə bunlara bir şey verir ki, yəni bunu bəyənirlər. Bu ən böyük göstəricidir. Digər tərəfdən bizim əsərlər beynəlxalq arenada oxunur, müxtəlif bayaqlarda qeyd elədik, yəni böyük nəşriyyatlar tərəfindən çap olunur.
və mükafatlar alır. Erik Hoffer mükafatını götürdü. Ləpirçi romanını bilməm burada göstərdiniz yoxsa yox. Burada yox. 2024-cü ildə Erik Hoffer mükafatını götürdü, finalist oldu. Ondan sonra Reader's Favorite beynəlxalq kitab müsabiqəsində qızıl medal aldı, reyslər üzərinə uzanmış adam əsəri. Bununla bağlı Amerikaya dəvət də aldıq. Sonra kitablarımın demək olar ki, ingilis dilinə tərcümə olunmuş hamısının arxasında böyük ədəbi qurumların rəyləri var. Bir əsrlik tarixi olan ədəbi qurumlar var. Kirkus Book Review kimi böyük şirkətlər gündə nə bilim yüzlərlə kitaba bunlar rəy verirlər. Böyük qurumdur. Çox müsbət rəyləri var kitab barəsində. Yəni kitabın səviyyəsini, dəyərini bilmək üçün bunları oxumaq kifayətdir. Sonra bu sual yarana bilər ki, 32 kitab necə məhsuldar olur? Zamanı necə yeyək? Time management mövzusunda kitab qələmi almış bir müəllifi, zamanı necə idarə etmə, necə məhsuldar olma yollarını öyrənən müəllifi, təlimini verən müəllifi. Aydındır ki, sən bu qaydaları tətbiq etməklə, bir də yazıçılığa birinci dərəcəli iş kimi baxmaqla 32 kitab çox azdır. Biz 2010-dan fəaliyyət göstəririk. 15 ildir biz bu sahədəyik. Məhsuldar bir insan və səhər tezdən axşama kimi ancaq biz buna iş kimi baxırıq. Yuxundan kəsirsən, nə bilim istirahətindən kəsirsən, başqa işləri görmürsən, bütün gücünü qoyursan buna və gün ərzində sən minimum 10 saat bunun üzərində işləyirsən. 32 kitab çox az bir kitabdır. Bizlər dünyada yazılmış böyük əsərlərə baxaq. Nə qədər vaxtı işlənilir? Məsələn, Dostoyevski sizcə bir əsərini neçə günə yazıb? Valla onun haqqında müxtəlif fikirlər var. Bir həftəyə yazdığı əsərləri var. Elə əsərləri də var. Ray Bradbury'nin əsərləri. İllərlə davam edən əsərlər də var. O da var. Ancaq bir neçə həftəyə yazdığı, 2 həftəyə yazdığı əsərlər də var. Hansı ki Dostoyevski Rus ədəbiyyatının və dünya ədəbiyyatının klassiklərindən sayılır. Ray Bradbury'nin əsərləri. Ondan sonra mən sizə ədəbiyyatda, şərq ədəbiyyatında olan əsərləri deyərəm ki, bir həftəyə yazılan əsərlər var. Sxolastik əsərlər var ki, 10 günə yazılmış əsərlər var. Hansı ki, müəyyən dairələrdə dərslikdir, müəyyən universitetlərdə dərslikdir. İbn Sinanın bəzi əsərləri var, siz onlara baxın. Böyük, nə bilim, teoloqların əsərlərinə baxın. Dünya klassiklərinin əsərlərinə baxın. Mən hamısı samballı əsərlər deyirəm. 6 günə yazılan əsərlər var. Bir həftəyə yazılan əsərlər var. Immanuel Kantın yazdığı əsərlərə baxın və bir çox Alman filosofların əsərlərinə baxın. 2 ay yazılmış əsərlər var. Bir həftəyə yazılmış əsərlər var. Deməli, o yazı müddəti başqa bir şeydir. Ancaq o müddətə qədər sən nə qədər araşdırmısan, nə qədər oxumusan, bu başqa bir şeydir. Mən 2015-də ilk kitabımı yazmışam, Nəfsi Təzkiyanın elmi əsasları. Bu əsər dediyim kimi irfan və fəlsəfə kontekstində Arifin mənəvi inkişafının təhlilidir. Buna qədər mənim uzun illik bir təhsilim və araşdırmam var. Yəni mən onda 30 neçə yaşımda bunu yazmışam. Mən orta məktəbdən dərslərini oxuyan, yüksək səviyyədə oxuyan bir insan olmuşam. Bütün boş vaxtını sosial mediada yox, o vaxtı düzdür bizim vaxtımızda da yoxdur. Ancaq indi olsa da, yenə də mən orada yox, ancaq kitab üzərində vaxtımı qoyan insanam. Bir neçə sahədə ixtisası olan bir insanam. Deməyim odur ki, bir araşdırma mərhələm mənim 20 ildir. Kitabı yazıma mənim vaxtım bir neçə aydır və 15 ilə 32 kitab çox azdır. Mən özümü məhsuldar yazıcı bilmirəm. Dünya səviyyəsində olan ədəbiyyatçıların əsərləri ilə biz müqayisə eləsək, 60 illik ömründə 300-400 samballı əsər qələmə alan insanlar var. Şərq aləmində bəzi sxolastlar var, bəzi filosoflar var ki, bunların əsəri 100-ün üstündədir. İbn Sinan bizə çatmamış əsərləri ilə bir yerdə adamın külli miqdarda əsərləri var. Deməyim odur ki, mən onların müqayisəsində 30-kən mən çalışacağım ki, daha məhsuldar olum. Hədəf varmı? Hədəf təbii ki var. Neçə kitabı? O barədə çox düşünmüşəm, son zamanlar çox düşünürəm və bilirəm ki, 100 dənə kitab yaza bilməyəcəm. Və hansı kitabları yazmalıyım onun siyahısında seçmişəm. Bir neçə il əvvələ qədər beynimə gələn ideyaları mən fail şəklində qeyd edirdim. Falan mövzuda yazın, bu mövzuda yazın və sonra baxıb gördüm ki, 100-ün üstündə mənim bu dəqiqə ideyalarım var, onu istəyirəm həyata keçirim. Və bu tərəfdən də başa düşürəm ki,
Rövşən Abdulluoğlu ölümsüz deyil də. Hardasa ömrümüz bitəcək. Şərti olaraq düzdür, indi biz tale ilə bir müqaviləmiz yoxdur. Sabah da dünyamızı dəyişə bilərik bir saniyə sonra da. Təxmini fikirləşirəm ki, orada statistik Azərbaycanlı ömrü nə qədərdir? Məsələn, ata-babalarının ömrü ilə elə hardasa 70 belə düşünmüşəm, 70-80. Ondan yəni bu da düşüncənin altında oturur da, şüur altında oturur bizdə. Mən ona görə ancaq daha çox ömür düşünürəm. Ancaq o 70-ə 80 hardasa beynimdə fikirləşmişəm ki, müəyyən bəlli sayda bir əsərlər var, onu yazım. O əsərləri vermişəm önə. Çünki gücünü çatdıra bilməyəcəm. Bu da time managementin qaydasıdır. Sən gün ərzində 10 dənə iş görə bilməyəcəksən. Ən vacibləri görməz. Görmək istədiyin vacibləri sal önə. Bu cür bir 30 dənə, 40 dənə kitabı önə salmışam. Allah ömür versin, 100 dənə yazaq. Əsas düzdür, keyfiyyətli yazmaqdır, o da önəmlidir. Mən sayı burada şərti olaraq qoymuşam. Tam istədiyimi o kitabdan, o əl yazmadan almayana qədər mən onu çap eləmirəm. Və əsərimin ilk oxucusu özüməm. Məni qane etməlidir ki, ondan sonra mən o əsəri çap eləyim. İmtina etdiyimiz əsər olubmu? Yazıb çap eləmədiyim əsərlərim var. Sayı nə qədərdir? Düzdür, tam bitirməmişəm. Yəni qaralama versiyasında bir neçə əsərlərim var ki, işləmişəm, onu saxlamışam. Nəyə görə? Bəzi mövzularda özümü tam hazır bilməmişəm. Düşünmüşəm ki, biraz yaşım keçsin, təcrübəm artsın. Yenidən qayıdacaqsın. Yenidən qayıdacam. Bəzilərini ona görə saxlamışam ki, hələm cəmiyyətimlə o qədər də səmimi deyiləm. Bu bəzi avtobioqrafik əsərlərimə aiddir. O qədər səmimiləşsəm, onu sonradan işləyərəm. Bəlkə mən tövsiyə eləyəcəm ki, ölümümdən sonra onu çap eləsinlər. Elə bir əsərlərim də ola bilər. İnsan nə qədər səmimiləşsə oxucusu ilə, bir o qədər daha dərində olan fikirlərini bölüşə bilir. Oxucuları mən yol yoldaşı kimi baxıram. Yol yoldaşınla o vaxt səmimiləşirsən ki, onlardan uyğun geri dönüşlər alırsan, dəstək alırsan. Oxucularınızla birbaşa özünüz ünsiyyətdə olursunuz? Yoxsa... Sosiallarda elə bir imkanımız olmur. Çünki gələn məktublar həddən artıq çoxdur. Bir hamısına cavab vermək olmur. Düzdür, olur ki, önəmli bir məktublar olur. Onlara çalışıram özüm cavab verim. Ancaq adətən əksəriyyətinə bəlkə 90-95%-nə mən özüm cavab verə bilmirəm. Çünki gün ərzində o qədər çox sayılı məktublar gəlir ki, bir yazışmaq, cavab vermək bu mümkün deyil də. Yəni fiziki olaraq mümkün deyil. Nəinki yəni uzaqlaşmaq istəyirəm və ilaxır. Fiziki olaraq mümkün deyil, ancaq onların fikri mənə 100% önəmlidir. Çalışıram fikirlərini, düşüncələrini bilim. Hətta imzanı alanda soruşuram. Məsələn, birinci əsərim hansı olub, necə idi fikir? Yəni bir fikir alım, məndə də bir fikir formalaşsın öz yaradıcılığım. Yəni dediyiniz kimi sizin əsərlərinizi və yaxud da ki, elə sizin özünüzü ciddi hesab etməyənlərə yox, əsərlərinizi oxuyub bu barədə hətta tənqidi fikir səsləndirsə belə o fikirlərə önəm verirsiniz. Bir söz deyim, ciddi əsər və ciddi ədəbiyyat deyəndə beyninizə nə gəlir? Hansı meyarlar gəlir və o əsərdə nə olsa siz ona ciddi əsər deyərsiniz? Əgər bir əsər mənim həyat tərzimi dəyişməyə, müsbətə doğru dəyişməyə təsir edirsə, ciddi əsər hesab edirəm. Sonra bir əsər mənim yolumu səhv yola daşımırsa, əslində bunu demək olar ki, əksini deyirəm, yolumu səhv yola daşımırsa və mən yazıçının demək istədiyini, obrazı olduğu kimi yaşaya bilirəmsə, o situasiya gözümün qabağına canlana bilirsə, mənim üçün bu ciddi əsər sayılır. Haqlısınız. Bəzi şeyləri də mən əlavə eləyim. Deməli, ciddi əsər və qeyri-ciddi əsər anlayışı bizim ölkədə yaranmış bir anlayışdır. Bir də ola bilsin ki, nə bilim, hansısa bir postsovet məkanında və yaxud da ki, bir Rusiyada bəzi qurumlarda olan fikirdir. Daha çox bizim ölkədə yaranmış fikirdir. Bu da zəif və tənbəl yazıçılarının özlərini müdafiə etmək üçün uydurduqları və irəli sürdükləri bir tezisdir. Mən bir yazıçıyam, neçə ildir fəaliyyət göstərirəm. Əsərim çap olunur 100 nüsxə. 5 il ərzində 5 dənə də sata bilmirəm. 4 dənə satıram, 4-ünü yaxınlarım, dostlarım alır. 5-incini mən o tərəfəni mən sata bilmirəm. Aydındır ki, imza mərasimi də keçirmirəm. Nəyə görə keçirmirəm? Çünki imza mərasimi keçirəndə də oraya heç kəs gəlmir. Deməli, oxucum yoxdur. Heç kəs rəğbətini qazana bilməmişəm. Bir dənə başqa bir yazıçını indi təsəvvür eləyin. Bu, gün ərzində 2000 dənə nüsxə kitabını imzalayır, 1000 tirajlarla kitab çap eləyir və bunun çoxlu əsərləri var.
Əsərləri xaricdə də çap olunur və bununla bağlı dəvətlər alır, ölkədə və xaricdə gedir çıxışlar eləyir. Mən də illərlə çalışıram, yaşım da ondan da daha çoxdur. Və mən sabahsı günü bir fikirlər yaranır ki, sən niyə yaza bilmirsən? Səndə niyə alınmır? Bu da çıxır verilişlərə və bundan da soruşurlar ki, məsələn, filan kəs necədir? Səndə niyə alınmır? Sən də axı yazmısan. Sənin kitabını niyə oxumurlar? Düzdür? Nəyə görə sən imza mərasimi keçirmirsən? Yəni 10 ildə imza mərasimi keçirmirsən, 5 ildə imza mərasimi keçirmirsən. Sən bunlara cavab verməlisən. Deyirsən ki, oxucum yoxdur. Niyə oxucun yoxdur? Niyə əsərlərin sənin oxunmur? Niyə maraqlı deyil əsərlərin cəmiyyətə? Mən ya o üzləşmədəki kimi özümü stulda otuzdurmalıyam və deməliyəm ki, ona görə ki, mən dərin düşünmürəm, mütaliəm zəifdir, oxucunun düşüncəsinə uyğun yaza bilmirəm. Ola bilsin dərin düşünürəm, ancaq onu lazım olan formada çatdıra bilməm və ilaxır özümə qayıdır. Ya bunu qəbul eləməliyəm, ya da ki, atmalıyam onu qonşunun üzərinə və orada daha rahatlıq qonşunun üzərinə atım və belə bir fikir uydururam. Mən daha istedadlıyam, mən daha bacarıqlıyam, xalq avamdır və xalq məni anlamır. Bu söz var ha, bu özümdən demirəm. Verilişdə belə olub ki, orada olan yazıçılardan biri deyib ki, xalq avamdır, xalq səviyyəsizdir, ona görə sizi oxuyurlar. Mən orada da etiraz eləmişəm ki, xalqı siz aşağılaya bilməzsiniz. Yəni sizin əsəriniz oxunmursa, zəif yazıçısınızsa, bu boyda böyük ziyalısı olan, səviyyəsi olan, kökü olan xalqı sən aşağılaya bilməsən. Deməli, bu birinci variant, xalqı mən zəif göstərirəm. Sonra da deyirəm ki, iki cür ədəbiyyat var. Bir zəif ədəbiyyat var, bir də güclü ədəbiyyat. Bir ciddi ədəbiyyat var, bir qeyri-ciddi ədəbiyyat var. Qeyri-ciddi ədəbiyyatın kütləsi milyonlardır. Və eyni bu filan musiqiçilər və müğənnilər kimi. Bir də var ciddi ədəbiyyat. Ciddi ədəbiyyatı insan oxuyur, başa düşmür. Bunu deyirlər ha. Yəni mən bunu burada bu dəqiqə belə demirəm. Ciddi ədəbiyyatı hər adam başa düşmür. Ona görə onun kütləsi həmişə az olur. 3-4 nəfər olur. Və biz öləndən sonra tanınacağıq. Biz öləcəyik. Xalq ondan sonra başına döyəcək ki, filan kəs necə dərin yazırmış. Və bir zaman gələcək, 100 ildən sonra, 50 ildən sonra biz öləndən sonra bizə heykəllər qoyacaqlar. Dünya bizi oxuyacaq. Burada da bir örnəklər çəkə bilərlər, nə bilim, Kamyonu, filan kəsi ki, bunlar sonradan daha yaxşı, Kafka əsərlərini ümumiyyətlə dostuna deyirdi, yandır, adam vaxtında elə də tanınmırdı, öləndən sonra tanındı, biz Kafka kimi olacaq və ilaxır və bizlər illərlə qaldıqca dadlaşan şərab kimiyik. Yəni biz indi dadımız elə də yaxşı deyil, oxucular bizi anlamır, ancaq biz 100 ildən sonra, 200 ildən sonra daha dəyərli olacaq və biz 100 ildən, 200 ildən sonraki Azərbaycan və dünya cəmiyyəti üçün yazırıq. Ona görə ki, biz ciddi ədəbiyyatıq. Xülasə, belə bir qəşəng bir fəlsəfə ilə həm özlərini məmnun eləyirlər, özləri xoş olur, içində axı bir narahatçılıq var, özlərini həqir görürlər, əzik görürlər, bundan özlərinə bir təsəlli verirlər və eyni zamanda da başqa bir öz xalqının nümayəndəsi, qanı canı özündən olan hansısa bir yazıçıları başlayırlar bununla aşağılayırlar. Onların uğruna da bir kölgə salırlar. Ciddi ədəbiyyat və qeyri-ciddi ədəbiyyat fikri, mifologiyası buradan doğub və bizim ölkədə də daha çox dediyim kimi o zəif, əzik yazıçılar tərəfindən istifadə olunan bir fikirdir. İndi sizin fikrinizə qayıdıram. Ciddi ədəbiyyatda nə olmalıdır? Düz vurğuladınız. Birinci, bu cəmiyyəti, məni müsbətə doğru dəyişməlidir. Pis vərdişləri, pis düşüncəni, destruktiv hissləri, fikirləri aşılamamalıdır. Üçüncü, orada fəlsəfə olmalıdır. Bir qayə olmalıdır. Orada bir mesaj olmalıdır, orada dərin məzmun olmalıdır, orada psixologiya olmalıdır, orada sosiologiya olmalıdır, orada tarix olmalıdır, orada ruh olmalıdır, orada dərin fikirlər olmalıdır, qəlbə toxunmaq potensialı olmalıdır və onu oxuyandan sonra sənin həyatın dəyişməlidir. Əvvəl və sonra orada yaşanmalıdır. Oxucu əvvəl necə idi, kitabı oxuyandan sonra necə oldu? O səni intihardan qorumalıdır, o səni ailəvə qaytarmalıdır, o səni pis vərdişlərdən qurtarmalıdır, onu oxuyandan sonra övlad və sevgi yaranmalıdır, onu oxuyandan sonra cəmiyyəti sevməlisən, vətəndaş olmalısan, vətənpərvər olmalısan, özünü sevməlisən, özünü sevməlisən,
beynində olan yanlış fikirlərdən qurtulmalısan, komplekslərdən azad olmalısan, qorxulardan azad olmalısan. Orada ekzistensial fəlsəfə olmalıdır, orada ekzistensial ədəbiyyat nümunəsi olmalıdır, orada teologiya olmalıdır, orada düzgün dini şuur olmalıdır, orada mədəniyyət olmalıdır. Bütün hamısı bizim əsərlərdə var. Bundan əvvəl bir siz hamısını danışdınız, biz hamısının üzərində danışdıq. Yəni mən yenə də deyirəm də, sırf indi bəzi yerlərdə var, sən özünü müdafiə eləməlisən. Ona görə bu kontekstdə deyirik, yoxsa biz özümüzün reklamını eləmirik. Yəni, bəzi yerlərdə kitablar özü danışır. Əsərlərimdə yəni bu mövzular olmasaydı bu qədər oxucu kütləsindən mən bu cür geri dönüşləri ala bilməzdim və əsərlərimdə deyilən bütün hamısı var. Yəni Rövşən Abdulluoğlu'nun əsəri əgər qeyri-ciddi ədəbiyyat olsa, dünyada bir dənə də ciddi ədəbiyyat tapmaq mümkün olmayacaq. Çünki ciddi ədəbiyyat kontekstində danışılan bütün mövzuların fövqündə biz öz kitablarımızda danışmışıq. Dediyimiz kimi, istənilən kitabı barmağınızı qoyun, mən orada olan mövzulardan danışım. Mən yüzlərlə məktublar almışam ki, bu kitabları oxuyandan sonra insan intihardan qurtarıb. İnsan intihardan qurtarıb. Bu necə olur? Mən bir örnək deyim. Məhbuslardan mən o qədər fikirlər alıram. Biz cəza çəkmə müəssisələrində də oluruq. Orada onlarla söhbətlərimiz olur, çıxışlarımız olur. Cəza çəkmə müəssisəsindən çıxan insan deyir ki, bu kitabdan əvvəl düşünürdüm, çıxacam, filan kəsdən qisas alacam, belə eləyəcəm, elə eləyəcəm. Kitabı oxuyandan sonra çıxdım, həmən adamı bağışladım. Cinayətə qayıtmadım. Həqiqi islah. Yəni bu məhbusu islah eləyirsə, sən buna qeyri-ciddi ədəbiyyat necə deyə bilərsən? Ümumiyyətlə, sən dilin necə gəlir bunu deyəsən? Bir nəfərdən bir məktub aldım. Bu adam məktubda yazır ki, intihar etmək qərarına gəlir. İntihar niyyəti ilə evdən çıxır və deyir ki, bir gün şəhəri doyunca gəzim, axşam intihar eləyirəm. Və deyir, şəhəri gəzəndə bir vitrinin qabağından keçəndə kitab dükanının vitrinində bir kitab görür. Adı diqqətini çəkir. Girir içəri, kitabı açır. Kitabın adı bu şəhərdə kimsə yoxdur. Və deyir ki, bu kitab mənim o vaxtki ruh halıma tam uyğun idi. Və bu şəhərdə kimsə yoxdur. Doğrudan da ailədə özümü tək hiss eləyirəm, işdə tək hiss eləyirəm, hər yerdə özümü tək hiss eləyirəm. Sanki bu şəhərdə məndən başqa heç kəs yoxdur. Hamı var, sanki də yoxdur. Bu kitabın adı mənim gördüyüm halıma uyğundur. Kitabı vərəqlədim, bir-iki cümlə oxudum. Gördüm ki, mənim kitabımdır. Dedim ki, hər zaman intihar eləyə bilərsən. Bu kitabı oxu, ondan sonra intihar eləyərsən. Gəldim evə, kitabı oxudum və göz yaşları içərisində o kitabı bitirdim. Və ondan sonra başa düşdüm ki, yox, mən yaşamalıyam, intihar etməməliyəm. Heç nə yox, heç nə yox. Əgər Rövşən Abdulluoğlu'nun əsərləri, yazdığı bu 32 dənə əsər bir nəfərin həyatda qalmağına səbəb olubsa, bir Azərbaycan vətəndaşının ürəyinə toxunub, bunu ailəyə, cəmiyyətə bağlayıbsa, bizim xalqın bir nümayəndəsinin canını intihardan, ölümdən xilas eləyibsə, bu əsərə mənim şəxsən dilim gəlməz deyəm ki, bu ciddi ədəbiyyat deyil. Siz əvvəldə dediniz ki, mən o əsərə ciddi ədəbiyyat deyərəm ki, o həyatı dəyişsin, müsbətə doğru dəyişsin və pisliklərdən insanı çəkindirsin. Yəni bu kitabda, hər bir kitabımızda mən yüzlərlə məktub almışam və hamısı da onu sübut edir ki, bu deyilən məqamlar burada var. Kitablarımızı oxusunlar, mən onlara nə tövsiyə edirəm? Ümumiyyətlə, kitabları oxumağın da xeyri yoxdur. Yəni, beynimə mən əgər qoymuşam ki, bu qeyri-ciddi ədəbiyyatdır, ümumiyyətlə, əlim gəlib onu oxumayacam. Oxusam da elə adında qalacam ki, bu şəhərdə kimsə yoxdur. Niyə bunun adı bu şəhərdə kimsə yoxdur? Niyə üstündə qızıl güldür? Bunun üstündə nə gül olmasın, bəlkə filan şey olsun. Sonra deyəcəklər, niyə bunun adı Rövşəndir? Nə bilim, bu Rövşən də biraz hardansa naməlum kökdən bunun adını dəyişsin. Nə bilim, Abdulluoğlu niyə qoyub, familiyasını niyə dəyişdi? Amma yenə də mən elə gəlir ki, bir şəxs və yaxud da ki, bir kitab haqqında fikir səsləndirirsə, mütləqdir ki, həmin o kitabla tanış olmalı. Müəllifi tanımaq üçün eyni zamanda onun kitablarını da oxumaq. Sakratın belə bir sözü var. Deyir, o vaxtı fəlsəfə və sufistlər arasında, səfsətəçilər arasında böyük bir intriqa yaranmışdı. Sakrat, Aristotel, Platon bunlar düzgün rasional düşüncənin tərəfdarı idi. Bir də səfsətəçilər var idi. Boş-boş danışırdılar, ortada heç nə yox. Və səfsətəçilər fəlsəfə sonradan, bunlardan sonra yarandığına görə fəlsəfəyə qarşı çıxırdılar. Sakrata və tələbələrinə qarşı çıxırdılar və Sakratın təlimləri ilə məşğul olmadan çıxırdılar. Onu dinləmədən ona qarşı çıxırdılar. Sakrat məşhur bir söz dedi. Dedi, bir insan deməsi üçün ki, fəlsəfə lazım deyil,
O mütləq olaraq fəlsəfəni oxumalıdır. Sən oxumalısan fəlsəfəni. Deməsən ki, fəlsəfə boş şeydir. Bu bizə lazım deyil. Bir insan fəlsəfə lazımdır demək üçün də yenə də fəlsəfəni oxumalısan. Bir müəllifi tərifləmək üçün və tənqid eləmək üçün mütləq əsərini oxumaq lazımdır. Bir insanın sən danışığına bax, ondan sonra bil ki, bunun kitabı hansı ab-havadadır. Mən bunun kitabında elm var, yoxsa yoxdur. Bu kitabı bu yaza bilər, yoxsa yoxdur. Məsələn, bir müəllif psixologiyadan yazır, ancaq danışdığı mövzunun içərisində zərrə qədər psixologiya yoxdur. Deməli, aydındır ki, bunun əsəri bunun olmayacaq və yaxud da ki, çünki özünün psixoloji bilikləri yoxdur. Bir adam fəlsəfədən iddia eləyir, deyir, əsərlərin fəlsəfi kontekstdədir. Özü fəlsəfədən danışmır. Bir dənə sitatında fəlsəfə yoxdur. Fəlsəfi təhlillər yoxdur. Bir dənə sillogizm sözündə qurmayıb. Sən necə deyə bilərsən ki, bu kitabı da dərin olacaq? Ancaq bir adam danışır, sən onun sözündən psixologiya görürsən, sosiologiya görürsən, fəlsəfə görürsən, teologiya görürsən, ilahiyyat görürsən, təhlillər görürsənsə, aydındır ki, bu əsərləri o yazacaq da. Bundan gözəl o əsərləri kim yaza bilər? Bundan dərin kim yaza bilər? Bunun üstündə üst bildiyi kimsə, hansısa bir şəxs yoxdur da. Zaten olsaydı elə o yazardı, deyərdi, bu kitab mənimdir də. Düzdür? Bu sadə, bəsit təhlillərdir. Mən başqa bir məqamı da deyirəm. Hər halda biz eyni vətənin övladıyıq da. Yəni mən bizi bir səngərdə vuruşan bir əskərlər kimi baxıram. Mən o əskəri necə pisləyə bilərəm? Düşmən gələndə məni müdafiə edən o olacaq. Və yaxud da mən xaricdə çıxanda mənim ölkəmdə hansısa bir yazıçı var, alim var, filosof var. Mən qürurla kimin adını daşıyacağam? Nəyə görə bir-birimizin ayağından aşağı çəkməliyik? Və bu faciəvi budur. Burada bir lətifə danışardım, bilmirəm. Danışın. Danışım, yaxşı. Deməli, qiyamət olur. Qiyamət olanda xalqları məhşər səhrasında düzüblər. Orada ermənidir, nə bilim, yahudilərdir, ruslardır, azərbaycanlılardır. Pislərini salırlar cəhənnəmə. Yahudidən pislər gedir cəhənnəmə, ermənilərdən pislər, azərbaycanlılardan pislər belə. Yaxşılarını aparırlar cənnətə. Xülasə cəhənnəmə salıblar müxtəlif xalqlardan. Hamısının başının üstündə nəzarətçi qoyurlar. Məsələn, Rusun başının üstünə hər 3 adama bir dənə orada belə zəbbani mələklərdə nəzarətçi qoyublar. Yahudilərin birinin üstünə 2 dənəsini qoyublar. Ermənilərə birinin üstünə 10 dənəsini qoyublar. Azərbaycanlıların üstünə heç kəsi nəzarətçi qoymayıblar. Başqa xalqlar etiraz eləyir ki, bu nə ədalətsizlikdir də. Yəni Yahudi deyir ki, mənim başımın üstündə 1 nəfər üstündə 2 nəfər imkan vermir oradan çıxmaq istəsə, bunlar başından vururlar. Bu Azərbaycanlılar başsız qoymusunuz. Aydındır ki, bunlar hamısı cəhənnəmdən çıxıb gedəcəklər cənnətə. Bu ədalətsizlikdir, buna nəsə bir tədbir görün. Orada nida gəlir, deyir ki, bunlar elə bir xalqdır ki, əgər biri cəhənnəmdən çıxmaq istəsə, o birisi onun ayağından aşağı dartacaq, onun yerinə çıxmaq istəyəcək. O birisi də onun ayağından dartacaq və nəticədə bunların heç biri cəhənnəmdən qurtula bilməyəcəklər. Acı reallığı təsvir eləyir. Ancaq o ümidlə ki, yəni bu bir lətifi olaraq qalsın və bu heç bir zaman reallaşmasın.